Turizm sahəsində öz şirkətini qurmaq istəyirsən, amma haradan başlamalı olduğunu bilmirsən? Bu videoda isə turizm şirkətlərin qeydiyyatı və sənədləşmə prosesi barədə sadə və aydın məlumat verəcəyik. İlk addım şirkətin rəsmi qeydiyyatıdır. Bunun üçün isə sən vergilər xidmətində hüquqi şəxs kimi qeydiyyatdan keçməlisən. Burada şirkətin adı, hüquqi ünvanı, fəaliyyət növü və təsisçilər barədə məlumat təqdim olunur. Əgər isə kiçik bir turizm agentliyi açırsansa, MMC forması, yəni məhdud məsuliyyətli cəmiyyət ən uyğun variant sayılır. Turizm fəaliyyətləri üçün bəzən müvafiq icazələr və sertifikatlar tələb olunur. Məsələn, xarici turlar, aviabiletlər satışı və ya vizalarla işləyən şirkətlər, tur agentlik və tur operator lisenziyalarına sahib olunur. Bu sənədləri almaq üçün Mədəniyyət Nazirliyinə və ya müvafiq dövlət qurumlarına müraciət edilir. Şirkət qeydiyyatdan keçdikdən sonra növbəti mərhələ vergi uçotudur. Burada sənə vergi nömrəsi, yəni VÖN verilir və sən rəsmi olaraq dövlət qarşısında fəaliyyət göstərirsən. Əlavə olaraq isə əmək müqavilələri, mühasibat uçotu və müştəri müqavilələri də düzgün sənədləşdirilməlidir. Turizm şirkəti qurmaq göründüyündən də daha sistemli bir prosesdir. Əsas odur ki, hər addımını planla aparasan və qanunvericiliyə uyğun hərəkət edəsən. Növbəti videoda isə turizm biznesində maliyyə planlaşdırılması və ilkin investisiya addımları haqqında danışacağıq.